Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. Məhz 9-cu sezonda yeni həftədə qrup oyunları davam edir və günün ilk qarşılaşması Baku City və Türkan kollektivləri üzədir. Meydana sağ tərəfdə yaşıl formada biz Baku City'nin, sol tərəfdə göy formada isə məhz Türkanı görürük. Start heyətləri də nəzərimizə çatdırın. Baku City komandasında qapıda Əliyev Sədayil, onun istiqamətdə məhz Zahidli Aqil, Rasim Cavadov, Qasımov İsmail, Kənan Səfərov və Fərid Babayev. Sol tərəfdə yer alan Türkan komandası start heyəti isə məhz belədir. Hacıyev Ağəhməd, onun istiqamətdə Əskərov Baləhməd, Avruzov Asif, daha sonra Vüsalı görürəm, Umudov Vüsal və bir də komandanın qol silahı olacaqması Elsəvər Hacıyev. Bir də komandalara uğurlar arzu edirik, güclü olan qalib olsun deyirik. Texniki zonaya da nəzər yetirsəm, hər komandadan bir oyuncu var. Texniki zonada məhz Türkan komandasında bu Umudov Səttardır. Qapitanlıq sarısı ondadır. Biz onu daha çox qapıcı olaraq görürük. Amma bugün oyuncu kimi meydanda izləyəcək onu. Digər tərəfdə isə komandanın kapitanı, Baku City'nin kapitanı Qafarlı Samir. Aleyküm salam, yeni gələnlər xoş gəlmişsiniz. Bir daha xatırladıram. 9-cu sezonda qrup oyunları davam edir. Günün ilk qarşılaşmasıdır Baku City və Türkan kollektivləri üz-üzədir. Məhz bugün bir qədər Türkan adına çətin olacaq mübarizə aparmaq. Çünki komandanın ən inamlı oyuncularından biri əsas komandanın kapitanı Novruzov Asim meydanda yoxdur. Təbii ki, canlı yayımda maçı izləyir, amma onun yoxluğuna rəğmən görə komandan izə çıxış edəcək. Bu da maraq doğuran sualdır. Yan xətdə məhz top oyuna daxil edilməlidir. Elsəvər Hacıyev komanda yoldaşı oynadı. Orada Asif Novruzov, Umudovdur. Vüsal bir qədər ayaq saxladı, qapı qarşısına müqəddəs ötürmək istəyirdi. Zərbə və qol, hesab açılır. Elsəvər Hacıyev tamamladı. İlk zərbədə müdafiəçilərin bir toxunuşu vardı. Uzaqlaşdırmaq istədilər, amma təkrar zərbədə topu torlara yollamaq mümkün olur. Favorit tərəf artıq öndədir. 1-0 hesabı ilə öndədilər Türkan komandası. Görə Baku City bu qola cavab verəcəkmi? Rasim Cavadov mərkəz xəttini keçsi. Müqəddəs onu təqib edir. Önünü bağlamışdı, ara ötürməsi. Yaxşı düşünmüşdü, yaxşı da alınmışdı zənnimcə. Amma orada İsmail gözləmirdi. Həm də mövqe olaraq düzgün seçim etməmişdi. Yeni gələnlər biz xoş gəlmişsiniz. Fasilə ilə zaman bütün suallarınızı da cavablandıracağım. Nə sualınız oldu yazın. Mən sizin suallarınızı hər birini cavablandırma hazıram. Amma ekranı da bəyənək, paylaşaq, zəhmət olmasa. Hər birinizdən xahişim yalnız budur. Hədiyyət üçün də minnətdaram. Təşəkkür. Xəzər Futbol Liqasının 9-cu sezonu ancaq Yeni Suraxanda başlayır. 8-10-cu sezonu isə Şağan Mərdəkanda. Bu 9-cu sezon olduğu üçün məhz elə biz Yeni Suraxanı stadiondayıq. Yəqin ki, Kərim Zeynallıdan bəhs edirsiniz. Baku City adına, o da inamlı oyunculardan biridir. Hər zaman mübarizəsi ilə fərqlənib qarşılaşmada, amma o da bugün oyunda yoxdur. Burada İsmail qapçını önünə bağlamışlar, içini çaşdırmaq da istəyirdi, amma qapçı əxsayıq davrandı bir qədərində. Baku City komandası bir qədər hücumlarını, kəsərlərini artırıb, daha doğrusu en azından elə ki, bərabərlik olmaq axtarırlar. Rasim Cavadov orada yaxşı mübarizə apardı. İsmail cinayı dəyişmək istədi. Fərid Babayev ötən oyun səhv etmirəmsə dubl etmişdi. Maça nə edəcək? Bir zərbə çəkdi orada. Toxunuş da var idi, alınmadı. Bəli, hər iki komandada itkilər var. Bir adlarını səsləndirmədim. Maraqlıdır məsələ. Buna görə bu itkilərə rəqəmən mübarizə necə olacaq? Maraq doğuran sualda. İndi Türkan adına yeni bir həmlə ola bilərdi ki, top itdi. Kənan Səfərov. Topu çıxarmaq lazımdır. Həmçinin İsmail hərəkətləri, digər cinata Səfər Babayev var. Cina dəyişmək olar. Burada Baləhmədin nəzarət altında top qapıda qaldı. İndi yeni bir həmlə Asif Novruzov. Cina dəyişdi Umudov Vüsal. Yeni asıl düşüncəsi burada. Yaxşı oynayan Rasimdir sürüşmə fəndi ilə topu uzaqlaşdırmışdı.
Qardaşlar, 490 nəfərdən 220 nəfərə düşmüşük. Çünki ekran bəyənməsi yoxdur. Bəyənək, paylaşaq olmadı ki, belə. Hər şey qarşılıqlıdır. Mən sizin suallarınızı cavablandıramsa, siz də ekran bəyənin, zəhmət olmazsa. Təbii ki, bəyənənlər var aşağıda, adlarınızı görürəm bəzilərimiz. Sizlərə ayrıca minnətdaram. Amma bəyənək, 10 min edək, sonra bəyənməsəz də olar. Yayməsəz o da aşağı düşməsi. Təşəkkür, var olun. Asif. Türkan adına yeni bir əmlə izləyəcəyik. Orada isə Əvəraziyev meydandakı yeganə qolun sahibidir. Bir daha xatırladıram, Türkan minimal hesabla öndədir qarşılaşmada. Topu çıxarmağa bacardılar. İsmail orada Fəridin ön istiqamətində. Babayev topladı. Qapı qarşısına ötürmə. Agil toxuna bilmir. Agil həmçinin onun vurğu etsəm onun üçün məhz debüt edir. Bakositi adına debüt edir. Biz onu ilk dəfə bu qarşılaşmada görürük. Məhz Bakositinin kollektivində. İncənt ötürmə Seyf Ərid top meydanı tərk edib. Ötürmə zamanı qarşısını kəsməyə bacarmışdı Baləyməd. Qapısına sesi. Hacıyev Ağayməd, orada Asif Novruzov. Müqəddəs bir qədər komanda yoldaşının yanına gəldi. Həmçinin əvəz etmə baş tutdu. Qarşılaşmada ilk əvəz etmə Bakusit adına baş tutur. Elə Zahid Aqil bir qədər əvvəl onun üçün vurğu etmişdim. O meydanı tərk edib kapitan meydana daxil oldu. Qafarlı Samir. Görə bu əvəz etmə komandaya necə təsir bağışlayacaq? Ona necə qatılacaq Samir? Gələn dəqiqələrdə. Sualın cavabını tapacaq. İndi uzaq məsafədən indirilmiş zərbə alınmadı. Yan xəttin top hərəkətliyi qazanmalıdır. Hədə üçün minnətdaram. Çox sağ olun yeni gələnlər. Xoş gəlmişsiniz. Orada Müqəddəs topu çevirmək istədi. Rasim müdafiədə səhvsiz oynadı. Hakimə etirazlar var idi bir qədər əvvəlki epizod üçün, amma epizoda mən yaxın idim. Həqiqətən də top Vüsala toxunmamışdı orada. Asif Novruzov yeni bir əmlə. Yeni bir cəhət. Bu ötürmədə keçmədi. Yenə Rasim. Bəlkə də ötən dəqiqələrimizin adına ən çox çəkdiyim oyunculardan biridir. Bakusit adına. Kenan Səfərov. Onu bağlıdır. Qapı qarşısı ötürmə. Fərid Babayev. Ağayməd qapısını toxulma saxlama bacardı. Yavaş-yavaş məhz Bakusitidə oyuna effektiv qatılmağa başlayıb. Yeni gələnlərimiz xoş gəlmişsiniz. Fasiləyə nazama bütün suallarınızı cavablandıracağım. Öncədən bunu qeyd edim. Bir də ekran bəyənənlər minnətdaram. Artıq 7270, hətta 7400, 7500, 10.000 edirik. Yanırıq zəhmət olmasa. O ötürmədə qeyri dəqiqli yan xətdən top hərəkətliyi qazanmalıdır. İsmail komanda yoldaşının hərəkətlənməsini istədi. Qasımov İsmail. Eyni canta Fərid Babayev rəqimli ayaqlar arasında topu keçirdi. Sol ayaqla zərbə. Təhlükəli idi. Təhlükəli zərbə idi. Məhz bərabərlik gətirə bilərdi. İndi Umudov. Orada qayda pozulmuşdu ona qarşı, amma topunda qaldığı üçün referim davam etdirdi. Kenan Səfərov komanda yoldaşlarını axtarır orada. Müqəddəsim təzyiqi var. İkili qarşılıqlı mübarizə onlar arasında. Kenan Səfərov itirmədi. Ötürmək istəyir Səfərov. Bir qədər gerisində qaldı. İndi zərbə zamanı Müqəddəs sona qədər mübarizə aparır. Təkrar əmlə alınmadı. Zərbə! Ağaməd. Zərbə indirən Samir idi. Oyuna sürətli qatılıb o da. Bir qədər əvvəl meydana daxil olmuşdu. Yan xətdən top hərəkətliyi qazanmalıdır. Rasim Cavadov. Topa daxil etməyə hazırlaşır. Orada Baləyməd ayağını tutub. Məsi bir qədər əvvəl rəqiblə top quşdu, amma hər şey qaydalar çərçivəsində idi. Ən azından Fəqan Kərimov, ədaləti qoruyan Fəqan Kərimov üçün belə idi. Daha bir zərbə, daha bir həmlə izlədik. Alınmadı, Əksum şansı ola bilər. Burada zərbəyə tələsdi Umudov. Gəlişinə zərbə indirirdi. Çox pis alındı. Burada refer oyunu saxladı. Əli də cibə getdi. Görək qərar nə yanda olacaq? Asif Sarıverəqə görə qarşılaşmadakı ilk rəsmi xəbərdarlıq. Asif Novruzov. Orada referiyə bir qədər zənnimcə sərt etiraz vardı. Məsələ bunun qarşılığında vərəqə gördü. Müqəddəs Kəndərli ötürmə komanda yoldaşına Elsəvərin zərbəsində orada müdaxilə edən Fərid Babayevdir. Keçid yoxdur. Küncdən zərbə yerinə yetirilməlidir. İndi fərqi bir qədər də artırmaq istəyir. Cərimə meydançası Səndəvərində 2 komanda yoldaşı var idi. Qeyri dəqiq alandı. Top hərəkətdə tələsirlər. Qarşılaşma yeni başlayıb hələ. Tələsməyə ehtiyac yoxdur. Təbii ki, hələ ki bu dəqiqələrdə hesab bərabərləşməyə cəhd edirlər, amma
etirazlara zənimcə ehtiyac yoxdur. Top hərəkətli idi. Tam da Fəqan Kərimovun göz önündən baş tutmuşdu bu epizod. Yeni gələnlər biz xoş gəlmişsiniz. Ekran bəyəni paylaşanlar minnətdaram. Pasiyan zaman isə bütün suallarınızı cavablandıracağam. Bir qədər səbirli olun, zəhmət olmasa. Bir də xatırladıram, Xəzər Futbol Liqasında 9-cu sezon günün ilk qarşılaşması Baku City və Türkan kollektivləri üzədir. Masa Türkanın minimal hesablı üstünlüyü var qarşılaşmada. Müqəddəs İskəndərli. Ötürmə Umudov. Rəqibini aldatmağı bacardı orada Kənan Səfərov. Komanda yoldaşına suvartalıyor. Topu meydandan çıxardı. Yan xəttə top hərəkətliyi qazanmalıdır Baləmət. Komanda yoldaşı ilə oynadı. Orada İsmail də təzyiq edirdi rəqibinə. Topu itirdilər. Zərbə! Yenə tələskənlik və yenə özü ilə birgə top itkisi gətirir komandaya. Önü boşdur. İrəlilə daha dəqiq zərbə indir. Türmeyvana çatmır. Əliyev Sədayül. Onun adını çəkən kimi məhz oyunların birində son saniyədə cərimə zərbəsini özü yerinə yetirməsi, özünə güvənməsi və cərimə zərbəsindən qol tapması ilə komandasını məğlubiyyətdən xilas etmişdim. Tam da elə onu xatırladım. İndi daha bir əmlə Sədayıl dəf etməyi bacarır. Yeni Suraxan stadionda qarşılaşma baş tutur. Bunu bir daha vurğu edib. Masa Türkanın minimal hesablı üstünlüyü var. Yeni gələnlər üçün də onu qeyd edim ki, sol tərəfdə Türkanı biz izlədik kör formada. Sağ tərəfdə isə Baku City kollektivini. Əhmədin ötürməsi yığanlar ötürmək eti yaxşı düşünmüşdü. Top meydanda saxlama mümkün oldu, amma rəqib üçün burada İsmail topu uzaqlaşdırdı. Yüksəlik qazanıb top Rasim Cavadov. Görə topu kim yerə salacaq? Orada Umudov qapı qarşısına ötürmə. Sədayıl yaxşı oynadı. Elsəvər bu səfər məyus edir. Keçid vermir. Fərid Babayev. 13 dəqiqələri bir qədər kəşfiyyat xarakterli keçdi. Təbii ki, rəqibə naz edirdilər. Böyle 2 dəqiqələrdə də Türkan komandası qol tapmaq bacardı, amma biz ardını görmədik. Məhsuldarlıq davam etməyib. Qoldan sonra. Qarşılaşmada isə artıq 13-cü dəqiqə oynanılır. İlk hissədə son 12 dəqiqə. Uzaq məsafədə edilmiş zərbə. Əliyev Sədayıl mövqə düzgün idi. Mövqə seçimi düzgün idi. Umudov orada. Təzyiq var. Topu çıxardı Müqəddəs. Eyləndirə bilmir. Müqəddəs İskəndərli zərbə indirmişdim. Əliyev Sədayıl. Orada Fəridi düşündü. Balaymet araya girmək istədi, amma qaydalar çərçivəsində deyildi. Topla birgə rəqibin ayağına da toxunmuşdu. İndi standart vəziyyət cərimə zərbəsi olacaq məsələyə. Qafarlı Samir topun arxasında. Amma Sədayıl zərbə indirməyə sözdü Kaputeri. Düşən bir qola imza ata bilərdi. Umudov, Rasim Cavadov qapçını sığortaladı. Bu dəqiqələrdə temp bir qədər artıb. 2 real gol epizodu izlədik. Arda bir dəqiqə içində Sədayılın topa yaxınlaşması zərbəsi eyni anda baş verdi. Qapçı da çaşbaş qaldı. Əhməd Kaputeri komandanı qoldan ayırdı. Həmçinin Sədayıl üçün də məsələ yeri gəlmişkən oyun əvvəlində vurğu etmişdim. Burada Fəridin trivelası Babayevdir. Qeyri dəqiqdir. Öndəki real gol epizodu adlandırmaq olar məsələ Sədayılın zərbəsini. Diakanov ötürmə. Asif Novruzov. Onda pasivində sarı vərəqə var. Bir zərbə Asif Novruzov. Artıq aktivindədir. Gol var. Pasivindən bəhs etdik. Aktivindən də gol yazır. Fərqi 2 yüksəldir. 2-0. Çox möhtəşəm, çox baxımlı bir gol. Hesab Aysə Varacıyev açıb. Asif Novruzov topu torlara yolladı. Fərqi 2-yə yüksəltdi. Yeni bir əmli olacaq onlar adına. Samir yaxşı oynadı. Onu qeyd edim ki, bu əmlədən sonra Fərid cinayət dəyişdi. Kənan Səfərov rəqibini aldatdı, zərbə. Dəyərləndirə bilmədilər. Bax, bu şansları əldən vermək olmaz. Belə şansları dəyərləndirmək lazımdır. Arada bir dəqiqəlik taymat üstə gəldi. Taymatı götürən tərəf məsələ öndə olan tərəfdə Türkan komandası.
Yeni gələnlər biz xoş gəlmisiniz. Mən indi kameranı çevirim. Bir qədər söhbət edə bilərik. Amma nə deyəcəyimi unutdum sözün açığı. Nəsə bəhs edəcəydim. Siz suallarınızı yazın. Mənim ağlıma gəldikcə qeyd edərəm. Fasilə yaramışkən suallarınızı yazın, mən də cavablandırım. Ekran bəyənib paylaşanlar sizlərə ayrıca minnətdaram. Həmçinin hədiyyə göndərənlər sizlərin də adınızı görürəm. Təşəkkürlər. Ateşkəh nə vaxt oynayırıq? Vallahi xəbərim yoxdur. Mən də komandalar meydana daxil olan zaman bilirəm ki, kimlər mübarizə aparır. Özümə də bir qədər sürpriz saxlayıram. Xoş aylar. Deyəm təşəkkür, minnətdaram. Dünən sizin də oyunumuz var idi. Ramin ardadır. Burada meydanda yoxdur. Kameranı çevir, baxaq. Nəyə? Oyun dayanıb, nəyə baxırsınız? Arada da mənim üzümü görün də. Bəs deyilmi onları gördünüz? 99'da oxumusunuz siz. Xeyr. Aleyküm salam. Yeni gələnlər biz xoş gəlmişsiniz. Oyun birincidir bugün. Bəli, günün iki qarşılaşmasıdır. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər. İndi xatırladım bayaq nə deyəcəyimi də. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər mənə şəxsən yazsın, yönləndirin. Turnir rəhbəri özü şəxsən cavablandırsın. Bir də nəyə vurğu edəcəkdim? Bir çoxunuz bilmirsiniz. Təbii ki, canlı olaraq buradan izləyirsiniz. Onu qeyd edim ki, bu oyun burada canlı reportaj olaraq TikTok'dan verilsə də, yəni canlı yəni TikTok'dan verilsə də, bu oyun YouTube üçün tam versiya olaraq çəkilir. Belə yox, horizontal versiyası 50 dəqiqə olaraq tam yerləşdirilir YouTube'a, hansı ki Xəzər Futbol Liqası. Kanalın adı belədir. Girərək oradan bütün oyunlara tam da baxa bilərsiniz. Bildim. Aha, yarından sonra baxaram. Bura Yeni Suraxanı stadionu. Taymat da bitir artıq. Oyun qaldığı yerdən davam edir. Bir daha xatırladım. Türkanın 2-0'lıq üstünlüyü var qarşılaşmada. Məsələ Bako City önündə. Baləhməd. Orada dəyişiklik başlayıb Türkan heyətində, amma bu əmlədən sonra bəhs edəcəm. Asif. Həm komandasının qolların siyasına, həm də özlərinin qolunun siyasına daha doğrusu dubl edə bilərdi bu epizodda, amma alınmadı. Xəzər Futbol Liqası. YouTube'da bütün oyunların tam versiyası var. Əgər oyun bugün çəkilirsə, sabah tam versiya olaraq YouTube'dadır bütün oyunlar. İnanın ki, çəkiliş bundan da yüksək səviyyədə. Qapıdan zərbə. Türkan haqqında fikrimi tamamlasam, əvəz etmədən dəyişiklikdən bəhs etsəm, məsələ Umudov Səttar meydana daxil olub. Taymatdan sonra yaxşı ötürmələri izlədik. Sözü gedən oyunçunun bir toxunuşu var idi. Asif Novruzov indi cinayət dəyişməsi. Burada Rasim sona qədər rəqibini təqib etdi. Topu da meydandan çıxardı. Yeni Suraxanı stadionunda 9-cu sezon qarşılaşmaları başdır. Qapı qarşısına ötürmə, amma düzgün yerinə yetirilmədiyi üçün qapıdan zərbəli. Sətali qapıdan zərbəli top oyuna daxil etməlidir. Bir daha xatırladıram, Türkan 2-0 hesabı ilə öndədir. Səfər Hacıyev hesabı açıb, Asif Novruzov isə fərqi 2-yə yüksəldi. Müqəddəs İskəndərli, burada Fərid Babayev qarşıladı. Baləhməd qarşılıqlı mübarizə izləyirik. Fərid Babayev, Müqəddəs onun qarşısını kəsdi. Baləhməd uzaqlaşdırdı. Əliyev, Sədail. Sədail qapı qarşısına Ağaməd orada. Fərid təkrar əmlə ilə. Zərbə indirmək istəyirdi. Mənim qeyd etməyimə ehtiyac olmadı. Yəqin ki, Fəqan Kərimovun qaçıya xəbərdarlığını eşitdiniz. İndi Umudov Vüsal orada. İsmail onu, yox, Kənan Səfərov idi. Səhvimi düzəldim, Kənan Səfərov qarşısını kəsmişdi. Umudov ötürməsini verməyə bacardı. Asif tələsmir, bir qədər ayaq saxladı yenidən. Umudovla oynadı. Ayxan təşəkkür. Çox sağ ol. Baləhməd. Əsgərov.
Yenidən qapısı ilə oynadı. Hacıyev burada. Mudov cina dəyişmək istədi. Səttar ram edə bilmir. Rasim Zavadov. Rəqibini aldatmağa bacardı Rasim. Top elədi ondadır. Müqəddəs öndə təzyiq edir. Burada Kənan Səfərov, Valda cəmlələr. Səttar var qarşısında, amma heç ayağında saxlaya bilmədi. Rəqib topu oyuna daxil etməlidir. Qarşılaşmada artıq 20 dəqiqəni geridə qoymuşuq. İlk hissədə son 5 dəqiqə. Rəqibin təzyiqini gözləyir Türkən komandası. Asif Novruzov. Meydan özlərinə də olan sesində ötürmələr izlədik. Məhz Türkan adına. Qapı qarşısına diaqonal ötürmə. Orada Mudov topu saxlamağa qadir olmur. Yan xəttə top hərəkətliyi qazanmalıdır Rasim Zavadov. Uzun ötürmədi. Samir Ləbal Əhmədin mübarizəsi. İsmail. Rasim Zavadov. Rasim bir qədər ayaq saxladı. Ara ötürməsi Samir. Yaxından top oyuna daxil edilməlidir Rasim. Orada Mudov təzyiq etmişdi. Türkçə komandasına qalır. Eyni cinahda İsmail topla irələmək istəyirdi. Səttar onun qarşısını kəsdi. Rasim. Qapı qarşısını ötürmə. Əhməd. Ötən dəqiqələr ərzində rəqibə imkan verməyib. Qapısını toxulma saxlama bacarıb. Əskərov. Ötürmək komanda yoldaşına Müqəddəs. Müqəddəs İskəndərli. Cinahda komanda yoldaşını gördü. Asif Novruzov topa nəzarət edir. Öndə olan tərəf Türkən komandası. Daha bir diaqonal ötürmə. Qapı qarşısına Müqəddəsə çatmadı. Orada rəqib oyunçusu Kənan Səfərov olmuşdu. Qarşılığı top itkisizlədiyi Müqəddəs İskəndərli. Topun indi ondadır. İsmailin də təzyiqi var. Müqəddəs yerdə qaldı və qaydada pozulub. Fəqan Kərimov hər şeyi görürdü. Çət çəkid ötürmə ilə başladılar. Zərbə və gol! Amma gol qeyd alınmır. Top hərəkətdə idi deyə referi qeyd edir. Müqəddəs düzgün seçim etmişdi, amma burada Müqəddəs fair play edir. Vaxt getməsin vara, ehtiyat duyulmasın deyə Müqəddəs həqiqətən də topun hərəkətdə olduğunu qəbullandı. Onda bu cəhətdən alqış düşür. Və 2-0 hesab dəyişməyib. İndi küncdən zərbə, korner. Müqəddəs ötürmə, zərbə. Munovun zərbəsi alınmadı, özü də məyus. Görünür o zərbə zamanı. İsmail hesabda 2 fərqlə öndə olan Türkan öndə də pressing edir, özü də 3 nəfərlə. Rasim Zavadov yaxşı düşünmüşdü, amma ötürmə imkanatı atmadı. Bir qədər Sələ kim alınmamışdı, uzaqdan Sərbə Sədayil təf etməyi bacardı orada. Kənan Səfərov topladı, Bal Əhməd. Orada biz Zahid Laqili yenidə meydanda görürük. Samir texniki zona yollanıb. Rasim Zavadov. Görək, necə bir əmlə ilə yadda qalacaq. Fərid Babayev, orada Müqəddəs, onun qarşısında var idi Fəridin zərbəsi. Top çöldən yantorlar silkələdi. Qarşılaşmada artıq 25-ci dəqiqə oynanılır. İlk hissədə son dəqiqə. Topu meydanda saxlama mümkün oldu. Qapı qarşısına İsmail tamamlaya bilmir ən azından. Fasilə fərqi azaldıb, tilsimi qırıb yollana bilərdilər. Daha sərt, daha qüvvətli zərbə indirmək lazım idi. Əhməd yaxşı reaksiya verdi burada. Keçid vermədi.
Zənimcə elə bu hesabla da biz ikinciyə yollanacağıq. Merferdə ilk hissənin son fitini səsləndirir, sözümü təsdiqlədi. Türkan fasilə 2-0 hesabı ilə öndə yollanır. Məhz Baku City önündə heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.